Bura Azərbaycan nəşriyatıdır. Respublika mətbuatının nəbzi bu binada döyünür. Bura isə Samur qəzeti redaksiyasıdır. Çoxlarının mənəvi ocaq adlandırdığı məkan. Ləzgi xalqının dili, tarixi, etnoqrafiyası, mədəniyyəti ilə bağlı minlərlə məqalə bu otağın divarları arasında yazılıb. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabini və ləzgi mətbuatının əsasını qoymuş Hacıbəy Hacıbəyovu öz mənəvi müəllimləri hesab edən Samurun jurnalistləri bugün onların yolunu şərəflə davam etdirirlər. Bu şəkil 1988-ci ildə Azərbaycan Dövlət Universiteti Jurnalistika Fakültəsinin məzunları Feyruz Bədəlov, Müzəffər Məlikməmmədov və Sədaqət Kərimova Sovet Kəndi qəzetində çalışarkən çəkilib. O vaxt bu üç gənc təsəvvür etməzdi ki, talelərinə Azərbaycanın ləzgi dilində ilk Respublika qəzetini nəşr etmək düşəcək. Ölkəmizin suverenlik qazanması və demokratik təsisatların həyata keçirilməsinin nəticəsi kimi 1992-ci ilin yanvarında Bakıda ləzgi dilində Samur qəzeti işıq üzü gördü. Onun ilk redaktoru tanınmış yazıcı jurnalist Feyruz Bədəlov oldu. Dövlətin maliyyə yardımı və xeyirxah insanların dəstəyi ilə çıxan qəzet tezliklə Azərbaycan ləzgilərinin sevimli mətbu orqanına çevrildi. Qəzetin 24 nömrəsi işıq üzü görəndən sonra qəzetə sənətşünaslıq elmləri doktoru Nurəddin Həbibov redaktor təyin olundu. Alim böyük fasilələrlə Samurun 21 sayını nəşr edə bildi. 1997-ci ildə qəzet bağlanma xəttinə çatanda Samur Ləzgi Milli Mərkəzini təmsil edən ziyalıların təkidi ilə jurnalist Sədaqət Kərimova qəzeti rəhbərliyi boynuna götürdü. O, tanınmış şair jurnalist Müzəffər Məlikməmmədovu redaktor mavini vəzifəsinə dəvət etdi. Qəzetin yeni dövrü Respublikamızda azsaylı xalqların qəzetlərinin maliyyələşdirilməsinin dayandırıldığı vaxtda təsadüf etdi. Kollektiv Samurun köhnə borclarının üst-üstə yığılması, redaksiya otağının nəşriyyat tərəfindən geri alınması, işləmək üçün heç bir texniki vasitənin olmaması kimi çətinliklərlə üzləşməli oldu. Belə vəziyyətdə qəzet çıxarmaq fədakarlıq tələb edirdi. Çalışdığı dövlət qəzetini Mədəniyyət Mərkəzinin qəzetinə dəyişmiş redaktordan hər şeyi yenidən qurmaq tələb olunurdu. Redaksiya ləzgilərin sıx yaşadıqları rayonlarda abunə yazılışına başladı. Tezliklə qəzetin müxbir postları yarandı. Maddi çətinliklər ilk gündən redaktordan həm müxbir, həm korrektor, həm fotoqraf, həm poçtalyon, həm də sürücü olmağı tələb edirdi. Yerlərə qəzetləri özü çatdırmalı idi. Bu sahədə həyat yoldaşı Mübariz Əzizov ilk gündən ona yardımcı oldu. Təcrübəli qələm sahibləri Sədaqət Kərimova və Müzəffər Məlikməmmədovun birgə səyləri, Sevda Əzizova, Gülxar Güliyeva və onlarca digər qələm sahiblərinin zəhməti ilə işıq üzü görən qəzet dərc etdiyi yazıların səviyyəsi ilə dərhal oxucuların böyük nüfuzunu qazandı. O, nəinki Azərbaycanda, eləcə də Dağıstanda və ləzgilərin yaşadıqları xarici ölkələrdə də sevildi. Lakin bu uğurlar sonsuz maliyyə çətinliklərindən keçib gedirdi. Hər ay icarə və çap xərclərini, əməkdaşların maaşlarını ödəmək tələb olunurdu. İllər boyu kitablarının satışından əldə etdiyi vəsaiti qəzetə xərcləməyə məcbur olan redaktorun gücü yalnız fəal oxuculara müraciət edərək qəzetə yeni abunəçilər cəlb etməyə çatırdı. Samur Ləzgi Milli Mərkəzinin təşəbbüsü ilə bir neçə ziyalının bir neçə il öz hesablarına 10, 20, 30 qəzet yazdıraraq doğma kəndlərinə təmənnasız göndərməsi redaksiyaya dəstək oldu. Lakin həmin ianələr redaksiya xərclərinin cəmi 20%-ni ödədiyindən köməyə redaktorun doğmalara çatdı. 2012-ci ildə qəzetin 20 illik yubileyi Bakıda böyük təntənə ilə qeyd olundu. Bunu Samursevərlər xalq bayramı kimi qeyd etdilər. Tədbirə bir neçə ölkədən qonaqların qatılması ona xüsusi rövnaq verdi. Çıxış edənlər qəzetin xalq qarşısında xidmətlərini xüsusi qeyd etdilər. Ləzgi dilini qorumaq, tariximizi təbliğ etmək, mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq sahəsində qəzetin ardıcıl fəaliyyəti artıq onu dünya ləzgilərinin sevimli mətbu orqanına çevirib.
Bu sahədə redaksiyanın keçirdiyi kütləvi tədbirlərin böyük rolu olub. Dəyirmi masalar, kitab təqdimatları, folklor gecələri, tanınmış şair və yazıçıların yubileyləri qəzet oxucu əlaqələrini möhkəmləndirib. Dağıstanın Dərbənd şəhərində, Süleyman Stalski rayonunda, Qazaxıstanın Aktau şəhərində, Türkiyənin Balıkesir və Bursa şəhərlərində keçirilmiş görüşlər bunun bariz nümunəsidir. Dünyanın ondan çox ölkəsinin televiziya verilişlərində doğma qəzetini məhəbbətlə təbliğ edən redaktor Samurun ondan ötürü necə dəyərli olduğunu sübut etmək üçün bir neçə il əvvəl qəzeti Şahdağın ən uca zirvəsinə, dəniz səviyyəsindən 4243 metr yüksəkliyə qaldırıb. Bəli, 30 ildir qəzet zirvədədir. Səhifələrində 3 dildə dərin məzmunlu məqalələr dərc edən Samur işıqlı nəşr kimi tanınır. Çünki onu öz xalqına, dilinə və peşəsinə vurğun insanlar nəşr edir. Bu illər ərzində redaksiya kollektivinin sonsuz qürur mənbəyi onun təəssübünü çəkən ləzgi ziyalıları, ən böyük qazancı isə oxucu sevgisidir. Yubileyin mübarək, Samur. Gözünüz aydın, Samur sevərlər.